Real TV-də zəhmətkeşlərin verilişinə baxırsınız. Fermerin real dostu efirdədir. Qeyd edeyim ki, bu layihəmiz Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin dəstəyi ilə təqdim olunur. Biz davam edirik. Fermerin real dostuna baxırsınız, dəyərli zəhmətkeşlər, əziz tamaşaçılar və bugün çox maraqlı və ballı bir söhbətimiz olacaq. Niyə ballı? Çünki ölkəmizdə oktyabrın 18-də başlayan bal yarmarkasından danışacağıq. Bal yarmarkası artıq ənənəvi olaraq paytaxtda, Bakının düz mərkəzində keçirilir. Nə cür keçirilir? Orada hansı, ümumiyyətlə bal, belə deyək də, arıçılar, bal istehsalçıları iştirak edir? Bunu hansı qurum təşkil edir? Bu və digər sualları qonağımla müzakirə edəcəyik. Beləliklə, qonağımı təqdim etmək istəyirəm. Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin şöbə müdürü Nilüfər Mustafa qızı bizimlə bərabərdir. Nilüfər xanım, mən sizi ürəkdən salamlayıram. Fermerlərin görüşünə xoş gəldiniz. Xoş gördük Ruslan bəy. Təşəkkür edirəm. Təşəkkürlər bir daha dəvətiniz üçün. Birazdan rejissorumuz da kadrları, görüntüləri artıq belə deyək, təqdim edəcək bizə. Adamın ürəyi açılır bu kadrlara baxanda. Burada onlarla fermer, arıcı, təsərrüfatçı, bal istehsallayan insanlar var müxtəlif bölgələrdən və bu ildə çox fərqli bir atmosfer yaranıb orada. Əminəm ki, bizə baxan tamaşaçılar arasında artıq oradan gedib bal alanlar da var. Gəlin, bax bu yarmarka ilə bağlı ümumi məlumat verək. Necə keçir, iştirak, maraq səviyyəsi insanlarda necədir? Həm bal gətirib satanlarda, nümayiş elətdirəndə, həm də onu istehlak edib alanlarda. İstəyərdim ki, bax buradan başlayaq. Təşəkkür edirəm bu mövzuya toxunduğunuz üçün. Bəli, bizim üçün əlamətdar ildir bu il bal yarmarkasında. Çünki artıq 25-ci dəfə təşkil olunur. Yubiley yarmarkamızdır, bəli. Və bu səbəbdən də çalışdıq ki, biz bunu bayram ab-havasında keçirdək. Bal bayram ab-havasında keçirdək. Məncə alındı. Məncə də, mən də elə düşünürəm, alındı. Çünki arıçılarımız xoşbəxtdir, alıcılarımız xoşbəxtdir. Ən azından çıxan o üzlərdə təbəssümü görürük. Bal yarmarkamızın 25-ci ilinə xas olaraq bu il istədik ki, vizual olaraq da görüntünü dəyişək. Özünüz də siz də qeyd elədiyiniz kimi. Orada maskot da gördüm hətta ortada. Bəli, bəli. İstəyirik ki, yenə deyirəm, bayram ab-havasında keçsin. Həm arıçılarımız darıxmasınlar, sıxılmasınlar. Bu il həm də şən keçir. Oxuyuruq, oynayırıq, rəqs edirik. Çox gözəl ab-hava var. Bu yarmarkamızda fərqli yeniliklər elədik. Təbii ki, Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti olaraq hər zaman məqsədimiz, hədəfimiz ilk növbədə fermerlərin yanında olmaqdır, onlara dəstək olmaqdır, onların alternativ satış kanallarını təmin etməkdir. Bal yarmarkasında da arıcı fermerlərimiz maşallah olsun çoxdur. Bu il də maraq çox idi. Amma siz seçirsiniz də onları, düzdür? Bəli, bəli. Müraciətlər çox idi. Olur, balı yoxluyursunuz. Bəli, bir ay əvvəldən müraciətlər artıq başlamışdı. Sentyabr ayının 5-7-si tarixlərində artıq qeydiyyat başlandı. Qeydiyyat prosesi bizdə tamamilə onlayn qaydada, şəffaf şəkildə keçirilir. Bu ildə hər il olduğu kimi maraq çox böyük idi, diqqət çox böyük idi və təbii ki, seçim olur. Seçim nə əsasında olur? Biz ən yaxşı məhsulları çıxartmağa çalışırıq. Ən təmiz, ən keyfiyyətli bal məhsullarını satışa çıxartmağa çalışırıq. Bu səbəbdən bu il müəyyən yeniliklər təşkil elədik. Onlardan biri də analizlərlə bağlıdır. Diastaz analizi hər zaman götürülürdü bal məhsullarından. Bu il isə saxaroza analizi də götürdük. Həmişə o alıcıların bir sualı olur, gələndə deyir, şəkəri var, qatmamısınız şəkər. Pesov qatılıb ya yox. Və biz bu sualların cavabını onlara daha aydın şəkildə vermək üçün, həm də özümüz də daha rahat bir şəkildə yarmarkanı təqdim edə bilmək üçün saxaroz analizləri götürdük bal məhsullarına. Bu analizlər Qida Təhlükəsizliyi Agentliyi Qida Təhlükəsizliyi Agentliyi tərəfindən həyata keçirilir və analiz nəticələri həm şanalardan, həm bal məhsullarından, baldan götürülür və onlar üçün bir hədd qoyulur təbii ki və bu hədd çərçivəsində uyğunluq göstərən məhsullar yarmarkada satışa çıxarılır. Bu isə alıcılar üçün əlbəttə ki, o deməkdir ki, onlar könül rahatlığı ilə gəlib yarmarkamızda istədiyi regiona aid olan bal məhsulunu əldə edə bilərlər. Yeri gəlmişkən, hansı regionlar var burada? Qarabağımız artıq neçə ildir işğaldan azaddır. Yeri gəlmişkən bu ildə zəfərimizin 5 ilini qeyd edirik. Burada o zonada, bu bölgədə olanlar var, amma başqa hansı rayonlar var? Bütün regionlarımızdan, 43 regiondan, demək olar ki, bütün Azərbaycandan bal məhsulları satışa çıxarılıb. Əlbəttə ki, işğaldan azad olmuş ərazilərdə xüsusi yer tutur. 14 fermerimiz işğaldan azad olmuş ərazidən gəlib öz 2 tona yaxın məhsulunu çıxardıb. Və tamaşaçılarımızı belə deyək də, ən çox maraqlandıran suallardan biri də o olur. Kəlbəcər balı varmı? Rahatlıqla deyirik ki, bəli, Kəlbəcər balı da var. Zaqatala
Neftala balı var, Balakən balı, Quba, Şamaxı, İsmayıllı, Bakı, Abşeron, yəni ölkəmizin Cənub bölgəsi əlbəttə ki, Lənkəran, Astara və Naxçıvandan da gələn arıçımız var. Bəli, bu il ilk dəfədir bu. Bu il yox olur. Bu il bir Naxçıvandan da bəli arıçımız var. Çox da yaxşı nəticələri var. Bizi sevindirən hal ondan ibarətdir. Çünki həqiqətən arıçılar arasında ilbəil rəqabət də deyərdim ki, böyüyür və məhsullar da çeşiddir. Məsələn, mənim üçün də yenilik oldu. Biz bu il yarmarkada balqabaq balı gördük məsələn. Maraqlı. Bəli, Lirik regionundan gəlibdi. Dadanda da tamından da hiss edirsən o dadı. Çox gözəldir. Əslində bu yenə deyirəm, arıçıların hər il yenilik göstərərək fərqli məhsullar çıxartmaq istəyi bizi də sevindirir. Alıcılar arasında da maraqla qarşılanır. Balqabaq sayəsində sadəcə orada bəli, yəni belə bildirir ki, balqabaq sayəsində sadəcə balqabağın çiçəyi də gündə 2 saat çiçək açırmış. Bu da bizim üçün yeni bir məlumat idi və o arılarını orada saxlayır və beləliklə balı əldə edir. Və bu il alıcılar üçün də işlərini rahat həyata keçirmələri üçün, belə deyək də, alışı rahat həyata keçirmələri üçün biz fermerlərimizin nəticələrini, orta statistikalarını, belə deyək də, orta göstəricilərini yerləşdirmişik, lövhələr, məlumat lövhəsi yerləşdirmişik. Hər bir piştaxtanın qarşısında özünüzdə görürsünüz. Və orada fermerin adı, soyadı, region və diastaza və saxaroza nəticələri qeyd olunur. Nilüfər xanım, ən vacib məsəllərdən biri, bilirəm ki, tamaşaçılar da dedi ki, sual ver Ruslan, qiymət necə tənzimlənir orada? Qiymətlər münasibdirmi və ya bunun bəlli bir limiti varmı? Təbii ki, keyfiyyətli məhsul baha olmalıdır, biz bunu bilirik. Ucuz ətin şorbası olmaz misalından. Amma bir çərçivələr varmı? Necədir ümumiyyətlə? Qiymətlə bağlı, ümumiyyətlə biz Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyəti olaraq qiymətlərə müdaxilə etmirik. Digər yarmarkalarımızdakı kimi biz fermerlərin tamamilə özlərinin öhdəsinə buraxılmış bir məsələdir qiymət. Əlbəttə ki, yarmarkada 280-dən çox təsəvvür edirsiniz fermer iştirak edir. Yəni 300-ə qədər. Bu ilkində. Bəli, 280-dən çox fermer var yarmarkamızda və onlar hər biri özlərinə məxsus qiymətləri təklif edirlər. Əlbəttə indi endirimlər təşkil edirlər. Hətta arıçı fermerlərimiz kampanyalarda təşkil edirlər, onlar özləri öz stendlərində. Qiymətin bir məsələ də var, məqamı da qeyd etmək istəyirəm. Bəzən o fikir formalaşır ki, məsələn, çox baha bal və yaxud da ki, ucuz bal, məsələn, 40 manata olan balla 25 manatlıq balın və ya 30 manatlıq balın arasında keyfiyyət fərqi var. Biz bunu arıçılarımızla da dəfələrlə söhbət eləmişik. Elə tamaşaçılarımız da gəlib özlərlə söhbət elədikdə onu da görə bilərlər ki, qiymət onların çəkdikləri əslində əziyyətə görə, aldıqları məhsula görə müəyyənləşir. Məsələn, arıçılarımız qeyd edirlər, indi onlar daha yaxşı bilərlər, onlarla da söhbətin zamanı yeri gəlmişkən sizdən dərhal sonra bizim Kəlbəcərdən gələn arıçımızla çox maraqlı söhbətimiz olacaq. Bunu da anons edək buradan. Yəni orada onlar tamamilə individual olaraq qiymətlərin tənzimlənməsinə yanaşırlar. Təbii ki, bu yarmarkadır, eyni zamanda sərgidir. Hər bir məhsul ortada da aşkardır. Mən düşünürəm ki, elə gəlib də yerinə də görə bilərlər ki, hər cür keyfiyyətdə, hər qiymətdə bal məhsulu var. Bəzən biz də oxuyuruq, bizə gələn belə deyək də geri dönüşlərdən oxuyuruq ki, qiymət bahadır, yəqin ki, bahadır və yaxud da ki, çoxdur. Amma yox, elə deyil. Yəni, tamamilə arıçı ilə aranızdakı söhbətdən də asılıdır, yanaşmanızdan da asılıdır. Yəni, 20-25 manata da bal ala bilərsiniz, 50 manata da ala bilərsiniz. Yəni, növündən asılıdır. Bazarın öz tərəfindən tənzimlənir. Sadəcə olaraq biz yenə də qeyd eləmək istəyirəm ki, biz qurum olaraq təbii ki, çalışırıq ki, keyfiyyətli məhsulları çıxardaq və onun da elə etibarını göstərmək üçün bütün analizləri açıq şəkildə yerləşdirmişik. Tamamilə alıcıların öz ixtiyarına buraxılıb. Çox gözəl. Mən bilirəm ki, siz belə deyək də bu piştaxtalar, şəraitin yaradılması, logistika, bu məsələlərlə bağlı dəstək olursunuz. İstəyərdim ki, bax bunu da deyəsiniz ki, qoy cəmaatımız, əhalimiz, elə arıçılar da bu il iştirak eləməyib, amma gələn il qoşula biləcək də həmin insanlar təbii ki, müraciət eləmək lazımdır. Bax, bunu da vurğulayaq, düzdürmü? Yəni, onlara şərait yaradırsınız. Gətirilmə və s. və laxır bu məsələlərlə əsas devizimiz hər zaman biz fermerimizin yanındayıq. Bu şüarı təbii ki, bizim fəaliyyətimizin bütün istiqamətlərində əsas götürürük. Arıçılarımızın da hər zaman yanındayıq. 25-ci ilə belə deyək də, özəl olaraq biz istədik ki, onları daha da motivasiya edək və onlar öz məhsullarını daha rahat şəkildə bazara çıxarda bilsinlər. Bu il ATT tərəfindən
arıçılarımıza qablaşdırma dəstəyi göstərmişik və bütün qablar pulsuz şəkildə, bu bankalar hamısı pulsuz şəkildə təklif olundu arıçılarımıza. İştirak haqqı ödənişsizdir, qablaşdırmalar ödənişsizdir, hətta brendləşmə dəstəyi göstərmişik, bu da ödənişsizdir. Ümumiyyətlə biz çalışırıq ki, qurum olaraq fəaliyyətimizin hər bir istiqamətində onlar brendləşməyə doğru getsinlər. Öz məhsullarını daha keyfiyyətli şəkildə, daha gigiyenik şəraitdə alıcılara təqdim etsinlər ki, həm də o qədər əziyyət çəkirlər o məhsullar, belə deyək də, keyfiyyətini itirməsin. Bu baxımdan da əlbəttə ki, gələcək bizim planlarımızda da bunlar keçərlidir. Hər zaman fermerlərimizə çalışırıq ki, daha keyfiyyətli məhsullar təqdim edək və kömək edək. Bu il belə köməklik göstərdik və təkliflərə də hər zaman qurum olaraq açığıq. Başqa da təklifləri varsa hökmən ünvanlaya bilərlər. Öz təkliflərini bizə bildirə bilərlər. Biz sosial şəbəkə hesablarınız aktivdir. Əlbəttə ki, att.gov.az saytımız, sosial media hesablarımız da hamısında eyni formada gedir. Bütün təkliflərə açığıq. Çağrı mərkəzimiz aktivdir, fəaliyyət göstərir və hər hansı bir sual olarsa əlbəttə ki, cavablandırmağa hazırıq. Mən gördüm, Nilüfər xanım, diqqətimi çəkdi. Xanımlar daha çoxdur sanki əvvəlki yarmarkalarda, yoxsa mənə elə gəldi. Bir də gənc yəni arıçılar var. Aktivləşmə baş verib. Gənc arıçılar elədir. Əslində arıçılıq mən deyərdim ki, ənənəsi olan bir sahədir və atadan oğula, oğuldan nəvəyə belə keçən bir sahədir. Və gənclərimiz də maşallah çox aktivdirlər. Bəziləri var, öz valideynlərinə dəstək üçün gəliblər oradalar, amma həqiqətən danışırıq onlarla ünsiyyətdə görürük ki, nə qədər aktivdirlər və istəklidirlər. Gənc arıçılardan söz etmişkən onu da bildirmək istəyirəm ki, bu il Leyla xanım Əliyevanın təşəbbüsü ilə gənc arıçı layihəsi bilirsiniz arıçılar arasında keçirildi və onun dəstək göstərdiyi fermerlərimizdən də biz yarmarkamıza dəvət edilmişik. Onlar da öz məhsulları ilə çıxış edirlər. Həqiqətən çox keyfiyyətli, çox təmiz məhsullarla çıxış edirlər. Gənclərə də istənilən hər bir sahədə olduğu kimi gənclərə də şans verməyə lazımdır deyərdim ki, bir alıcılarımız da gəlib noyabr ayının 9-una qədər davam edəcək bizim yarmarkamız. Ən azından bir dadına baxa bilərlər, öz seçimlərini orada eləyə bilərlər. Bu şəkildə, yəni gənclərimiz əlbəttə ki var, xanımlarımızın olmağı xüsusilə təqdirə layiq bir haldır. AFAQ layihəsi çərçivəsində dəstək göstərdiyimiz qadın korporativlərimizin nümayəndələri də iştirak edirlər. Elə AFAQ-ın Güllü Yaylaq və AFAQ-ın Qızıl Pətək korporativlərinin nümayəndələri yarmarkamızın əsas iştirakçılarındandır. Elə tamaşaçılar da, alıcılar da gəlib həmin məhsullardan əldə edə bilərlər. Fermerlərimiz çoxdur, regionlar çoxdur, bal məhsullarında olduğu kimi. Amma vaxtımız azdır. Noyabrın 9-u bitir. Noyabrın 9-u bəli bitir. Məkan haradır? Bir dənə xatırladaq, ola bilsin ki, biz danışırıq, amma çox adam deyir ki, deyin də görək bu Bakıda harda yerləşir, biz gedək alaq. Məkanımız Gənclik metro stansiyası ilə üzbəyüz, Atatürk Parkının içərisində yerləşir. Böyük bir çadırımız var. Hər tərəfdən də görünür, maşallah. Ayın 9-una qədər, noyabr ayının 9-una qədər yarmarkamız davam eləyir. İş saatlarına vaxtı, yəni səhər saat 9-dan axşam saat 19:00-dəək, bəli. 19:00-a qədər? Bəli, 7-yə qədər davam eləyir İşdən də çıxıb gedə bilərlər, yəni. Elədir. Həm də qarşı artıq bayram günləri var. Arıçılarımız çox böyük həyəcanla gözləyirlər, amma qeyd eləmək istəyirəm ki, artıq sevindirici haldır ki, 100 tondan çox məhsul satışa çıxarılmışdı. Bu il demək olar ki, yarısına artıq yekunlaşdırılıb satışı. Çox yaxşı rəqəmlərlə biz qarşılaşırıq həqiqətən. Statistikalar da yaxşı gedir. Tələsdiririk alıcılarımızı. Təki satılsın, təki bərəkətli olsun bütün bal istehsal edən arıçıların məhsulları. Sizin də işiniz yağ kimi, bal kimi geçsin. Çox sağ olun ki, gəldiniz. Bizim tamaşaçılara Fermerin Real dostuna məlumat verdiniz. Uğurlar arzulayıram Nilüfər xanım. Çox sağ olun. Mən təşəkkür edirəm dəvətinizə görə. Sağ olun. Sağ olun. Amma siz heç yerə ayrılmırsınız, əziz tamaşaçılar, dəyərli zəhmətkeş fermerlər. Birazdan çox maraqlı bir arıçı insanla, çox populyar bir insandır. Həm də o fermerdir, zəhmətkeşdir. Kəlbəcərdən gəlib Bakıya, Fermerin Real dostunda onunla maraqlı söhbətimiz olacaq. Qısa bir ara, sonra buradayıq. Azərbaycanda kənd təsərrüfatına dövlət dəstəyi tam şəkildə elektronlaşıb.
Aqrar sahəyə ayrılan subsidiyalar elektron kənd təsərrüfatı informasiya sistemi üzərindən verilir. Fermerlər dövlət dəstəyindən yararlanmaq, təsərrüfatın fəaliyyətinə görə subsidiya almaq üçün elektron kənd təsərrüfatı informasiya sistemində qeydiyyatdan keçməli, şəxsi kabineti aktivləşdirməli, öz əkin və torpaq məlumatlarını bəyan etməlidirlər. Elektron kənd təsərrüfatı informasiya sistemində yazlıq əkinlərin bəyanı mayın 31-də, payızlıq əkinlərin bəyanı dekabrın 30-da başa çatır. Bu müddət ərzində öz əkinlərini Ektisdə bəyan etmiş fermerlərə Aqrar Subsidiya Şurasının müəyyən etdiyi əmsallar üzrə əkin, məhsul və toxum subsidiyası ödənilir. Əziz fermerlər, subsidiyaları elektron kənd təsərrüfatı informasiya sistemində bəyan edin. Dövlətdən subsidiya alın. Aqrar Kredit və İnkişaf Agentliyi. Verilişimiz davam edir. Biraz əvvəl də anons etmişdim ki, maraqlı bir qonağım, ikinci qonağım var, daha dəqiq desək. Kəlbəcərdən gəlib və Kəlbəcərdə artıq azad olunmuş bizim Kəlbəcərimizdə arıçılıq təsərrüfatından məşğuldur. Onu Kəlbəcərdə Bal Sabir kimi tanıyırlar. Kəlbəcərli arıçı Sabir Mustafayev bizimlə bərabərdir. Fermerlərin görüşünə gəlib, özü də fermerdir. Sabir müəllim, mən sizi salamlayıram, xoş gəlmişsiniz. Təşəkkür edirəm. Bizi verilişə dəvət etdiyinizə görə çox sağ olun. Siz müəllimsiniz həm də, pedaqoqsuz. Bəli, həm də mən sizə müəllim deyə müraciət elədim. Amma çox istəyərdim ki, Sabir dayı, Sabir əmi, bir ağsaqqal kimi müraciət edin. Bu daha səmimi olar məncə söhbətimizdə. Sabir dayı, sizin fəaliyyətinizlə bağlı istəyərdim ki, tanıyanlar, bilənlər bilir, nəinki Kəlbəcərdə, bütün Azərbaycanda sizi kifayət qədər tanıyırlar. Amma bax, bu ənənə hardan gəldi? Siz balçılıqla, arıçılıqla, bu təsərrüfatçılıqla neçə müddətdir, nə qədər ildir məşğulsuz? Sizi daha yaxından tanıyaq. Bəli, ilk öncə onu deyim ki, məndən öncə atam arıçılıqla məşğul olub, ondan qabaq babam arıçılıqla məşğul olub. Yəni Kəlbəcər qədim bir arıçılıq ənənəsi olan bir bölgəmizdir. Kəlbəcərdə arıçılıq safxozları olub. Mən hələ yadımdadır, uşaqkən atamın yanında 5-6 yaşımda o arıçılıqda bir alət var, o körükdən tüskü verirdim. Və belə-belə yavaş-yavaş arıçılığa maraq oyandı. Arıçılıq bizim üçün həm deyək ki, ikinci peşədir. Mənim başqa sənətim də var, qeyd etdiyiniz kimi. Ailə atam da müəllim olub, həm də bu elə bir peşədir ki, o müəllimliyə də mane olmayan bir peşədir. Yaşadırsınız yəni ənənəni? Bəli, artıq 40 ildən çoxdur deyək ki, mən institut tutarandan sonra bu peşə ilə yaxından məşğul olmağa başladım, kurslarda oldum, Rusiyaya getdim kurslara. Yəni arıçılıqla artıq bir peşəkar arıçı kimi məşğul oluram. Artıq 40 ildən çoxdur ki, arıçılıqla məşğulam. Düzdür, 93-cü ildə mənvur düşmənlərimiz Kəlbəcəri işğal edəndən sonra mən arılarımı çıxarda bilmədim. Yəni elə həmin il 93-cü ildə öz arıçılıq təsərrüfatımı qurdum. Yəni bu mənim üçün ikinci bir dolanışıq sahəsi idi. Və 20 ildən çox, 28 il biz Kəlbəcər həsrəti ilə yaşadıq ki, mən... Amma həsrət bitdi nəhayət. Bəli, həsrət bitdi. Biz hal-hazırda Kəlbəcərdə elə keçirilən bal festivalından kadrları izləyirik. Siz də oradaydınız. Mən xoşbəxt ki, mən də oradaydım. Və Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin birbaşa təşkilatçılığı, Kənd Təsərrüfatı Nazirliyi və ümumiyyətlə bu sözlə ifadə eləmək çox çətindir. O indi kadrlara baxırıq, Sabir dayı, düzdürmü? Bəli, biz heç inanmırıq. Elə bəlkə də 5 il keçməyinə baxmayaraq hələ də bizə yuxu kimi gəlir ki, görəm bu da həqiqətən doğrudurmu? İlk dəfə mən Kəlbəcərə qaydanda 21-ci ildə evimizi ermənilər yandırmışdı. Daşlar da yanmışdı, inanırsınız. Ancaq təsadüfən mən o arıçılıqda atamın yanında işlətdiyim körüyü orada tapdım. Həyətdə idi, o arı saxladığımız bir yerdə idi. Hətta işlək vəziyyətdə idi. Mən o Kəlbəcər Diyarşünaslıq Muzeyinə təhvil verdim. Və yəqin ki, o mənə bir xatırlatma idi ki, bu peşəni unutmaq olmaz. Bu ata-babadan qalma peşədir. Və nə yaxşı ki, artıq bunu davam elətdirirsiniz və
sizin balınızı Azərbaycanda, nəinki Azərbaycandan kənarlara da məncə Bəli, bəli. Bal Land markası Bəli, adı belə bir altında markamız var. sata bilirsiniz, təqdim eləyə bilirsiniz. Bu bizim milli brendimizdir. İlk dəfə Kəlbəcərə bizim təsərrüfat getdi. Yəni Bəli. pilot layihə kimi 5 arıçılıq təsərrüfatı ora icazə verdilər. Bu cənab prezidentin tövsiyəsi idi. Və biz Kəlbəcərə apardığımız arılardan o biri yerlərdə saxladığımız, yəni Daşkəsənə aparırdım mən, deyək ki, İsmail zonasına 2 dəfə çox bal süzdük və həmin ili çox təsadüfən cənab prezident bizim təsərrüfatda qonaq oldu, çox təsadüfən. Və maraqlı da ünsiyyətiniz olub orada. Bəli. Biz o kadrları sosial şəbəkələrdən, televiziyalardan gördük. Bəli, maraqlı bir dialoqumuz yarandı. Biz prezidenti çox belə başqa cür təsəvvür eləyirdik. Ancaq o nə qədər sadə, nə qədər deyək ki, sadə imkanlarla, deyək ki, sadə dildə danışır, mehriban. İlk dəfə biz ora yaxın gələndə bizim təsərrüfata biz heç gözləmirdik. Biz peçin üstündə pomidor yumurta bişirirdik. 2 yoldaşıydıq, onu tez peçin altına qoyduq. Orada hətta bizə dedilər ki, maska taxın, onda pandemiya idi. Bəli, bəli. Bəli, cənab prezident dedi ki, bunlar arıçılardır, bunlar sağlamdır, bunlara maska lazım oldu. Orada bizlə çox yaxından söhbət elədi, bizim kəndimizlə maraqlandı, bizim təsərrüfatımızla maraqlandı və bura neçə arıçının gəldiyi ilə maraqlandı və öz tövsiyələrini verdi. Və onu da deyim ki, həmin gəlişdən sonra Kəlbəcərdə həm bizim təsərrüfat böyüdü, həm də Kəlbəcərdəki arıçıların sayı 3 dəfədən çox artdı. Yəni o bizim üçün bir stimul oldu. Ümumiyyətlə desək, bütün sahələrdə olduğu kimi arıçılıq sahəsində də cənab prezidentin rolu əvəzsizdir. Yəni onun göstərdiyi bizə qayğı sonsuzdur. 2018-ci ildə cənab prezidentin sərəncamı ilə arıçılara subsidiya verildi. Bəli. 5 il müddətinə 2023-cü ildə. Onu da deyim ki, mən Arıçılar Assosiasiyasının həm təsisçisiyəm, həm də sədr müaviniyəm. Onda ondan bilirəm ki, Azərbaycanda 270 min arı ailəsi var idi. Bugün Azərbaycanda 600 mindən çoxdur arı ailəsi. Məhz bu dövlət dəstəyinin, subsidiyaların nəticəsidir. Bəli, subsidiyaların nəticəsidir. Hər arı qutusuna, ailəsinə görə 10 manat subsidiya verildi. Bu bizim xərclərimizi bir qədər qarşıladı və arıçılarda bu sahəyə maraq yarandı. Və Kəlbəcərdə də daha çox maraq yarandı cənab prezidentin gəlişindən sonra. Onun birinci tövsiyəsi o idi ki, təsərrüfatınızı böyüdün. Bizim 200 arı ailəsi var idi, 400 eləmişik. Onun bir tövsiyəsi o idi ki, balınızı markalaşdırın və biz balımızı markalaşdırdıq. Kəlbəcərdə çox, onu da deyim, çox xoşbəxtik ki, bizim Balland mağazasının açılışında cənab prezident özü iştirak elədi. Səhv eləmirəmsə, siz və oğlunuz kadrlarda yadımdadır, qarşıladınız onu. Onun bir tövsiyəsi o idi ki, Bakıda da bu mağazanın filialını açın və artıq 10 günə hazırdır bu bal yarmarkasından sonra onun açılışını edəcək inşallah. Və onun ən ali tövsiyəsi də odur ki, Kəlbəcər balını xarici bazara çıxartmaq və inşallah bu gün də biz görəcəyik. Artıq bizimdir, Kəlbəcər Azərbaycandır. Qarabağ Azərbaycandır. Bax bu, orada elə festivalda, biraz daha əvvəl də qeyd elədim, şənlənən də bizik, Azərbaycanlılardır. Biz orada bal festivalını, ilk bal festivalını keçirdik. İlk bal festivalı keçirildi. Leyla xanımın təşəbbüsü ilə ilk dəfə Kəlbəcərdə bal festivalı keçirdi və bunu təşkil edən Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətidir. Paytaxtdan təxminən 500 kilometr aralıda olmasına baxmayaraq orada bir möhtəşəm bal festivalı keçirdik və bu bal festivalı birinci idi və bu sonuncu deyil. Axırıncı olsun. Bəli və inşallah Kəlbəcərdə biz beynəlxalq bal festivalı keçirəcəyik və o gün uzaqda deyil, biz artıq qayıtmışıq. Mən də gəlmək istəyirəm ora, fermerin real dostu. İnşallah siz gəlmişdiniz, bal festivalını siz apardınız. Sizə də təşəkkür edirik, Aqrar Təchizat və Tədarükə təşəkkür edirik. Bu ilki bal yarmarkasının təşkilatçılığından da çox razıyıq. Mən 25 ildir ki, bu yarmarkada iştirak edirəm, yəni 25-ci ildir. Əvvəl bu yarmarkalar küçədə keçirirdi. Küçəni bağlayırdılar, orada natəmizlik idi, yəni ballar çox vaxt yoxlanmırdı, bir baldan nümunə götürürdülər. İnkişaf eləyə gəldik və bu ilki bal yarmarkasının təşkili elə bil ki, bir inqilabi dəyişikliyi oldu. Arıçılara yer pulu almadılar.
Hətta qablaşma da pulsuz dəstəyi göstərilir. Bal yarmarkasında bu il balın yoxlanmasında Saxarozanda yoxladılar. Bal yarmarkasının bir sırası brend ballara ayrılıb, yəni qablaşmış ballara ayrılıb və biz orada iştirak edirik və inşallah gələcəkdə bal yarmarkasında çox arzu eləyərdik ki, bütün ballar brendləşmiş, qablaşmış şəkildə olsun. Sabir dayı, bax maraqlıdır. Kəlbəcər balını fərqləndirən nədir? Bunun özəlliyi nədir? Elə hamı yaxşı mənada Kəlbəcər balını axtarır da yarmarkaya gedəndə və ya bilmirəm bunun bu möcüzəvi sirri nədədir? Gətirmisiniz də masamızın üzərində var. Onu deyim ki, Kəlbəcər balı elə Sovet dönəmindən də məşhur idi. Moskvada keçirilən xalq nailiyyətləri sərgisi var idi, VDNX deyirdilər. Orada iştirak edirdi və həmişə orada mühüm yer tuturdu Kəlbəcər balı. Azərbaycanın hər balı gözəldir. Bütün bölgələrin balı gözəldir. Amma Kəlbəcər seçilir də. Bəli, bəlkə də o dağlardakı mən güllər, üçün daha gözəldir ki, mən oradayam, orada böyümüşəm, o baldan dadmışam, elə uşaqlıqdan. Ona görə həm gözəldir, həm də Kəlbəcərin bitki örtüyü çox zəngindir. Həddən çox. Biz bayaq dedim, Kəlbəcərdə birinci il 2 dəfə bal süzümü elədik. Kəlbəcərin müxtəlif, yəni ərazisi böyükdür. Onun həm belə deyək ki, Ağdərə ilə sərhəd bölgəsi var. Orada bal biraz tez yetişir. Ondan sonra yuxarı qalxırıq, təxminən 1500 metr dəniz səviyyəsindən yuxarıda Gökə meşəlikləri, çəmən var. Ondan yuxarı mən birinci il orada ikinci süzümü elədim. Haraşi cənab prezident gəlmişdi. Ora Qazxan yaylağı deyilir. Orada dəniz səviyyəsindən 2200-2500 metr yüksəklikdədir. Və orada da düzdür, bal az olur, amma çox keyfiyyətli olur. Çünki oranın bitkiləri hamı dərman bitkisidir. Kəlbəcər balının gözəllikləri bunlardır. Bitki zənginliyidir. Ondan sonra oradakı havanın, suyun təmizliyidir. Tamamilə doğrudur. Hava, su da çox vacibdir. Bəli. Ancaq onu deyim ki, Azərbaycanın hər bölgəsinin balı gözəldir. Bəzən Kəlbəcər balını çox tərifləyəndə deyirlər, niyə? Amma Azərbaycanın mən hər bölgəsi, mən 25 il Daşkəsəndə arını saxlamışam. Orada dağlıq bölgədir. Bəlkə də biraz Kəlbəcərə yaxın idi deyim, mən ora gedirdim, oranın havasını udmaq üçün. İstərsən o da Kəlbəcərin ab-havasını almaq istəyirsiniz. Bəli, Kəlbəcər Azərbaycanın hər bölgəsinin balı gözəldir və Azərbaycanın bugün o vəziyyətdədir ki, özün balla təmin eləyir və biz Azərbaycan balını xarici bazara çıxartmağa hazırıq. İnşallah onu da edəcəyik və bəli, eləyəcəyik inşallah. Ay Sabir dayı, yaxşı balı yaxşı olmayan baldan fərqləndirmək necə olur? Bu sualı bəlkə də sizə 100 dəfə veriblər. Əminəm tamaşaçılar da indi deyir ki, Kəlbəcər balını yoxlamağa məncə ehtiyac yoxdur, amma bəzən olur da, yəni bu balın keyfiyyətlisi, keyfiyyətli olmaması, bunu nə ilə fərqləndirmək olar? Burada nümayiş etdirmək çətin olsa da, ən azı izah edin. Balın birincisi öz rəngi, öz durumu, onun haqqında bəzən söz deyir ki, bu baldır ya bal deyil. Bəziləri uzadır, bəziləri nə bilim yandırır, bəziləri çörəyə yaxır. Amma ən yaxşı yolu laboratoriyadır. Bir də arıçının vicdanıdır. Onun təmizliyi arıçının vicdanından keçir. Məsələn, bal çox güclü də qatıqsı olsa, ora dərman, amitraz qarışa bilər. Arıçı aparıb qoyar, arısın deyək ki, bir pambıq sahəsinin qırağına orada pestisitlər qarışa bilər. Yəni, bal amma belə görüntü ilə xoş gələ bilər insana. Amma o ən yaxşı yolu bunun laboratoriyadır və bir də deyirəm, arıçının vicdanıdır ən yaxşı bal. Kəlbəcərim Bağlı Pəyəkəndi var, oranın balıdır. Bunda qaratikan, yemşan, gökə azdır bunda. Yaxşı olar ki, bunu kofemolkadan üyüdüb, onda daha yaxşı qarşı. O da daha yaxşıdır, onu bilmirdim. Baxın, mən sizə arzu edirəm ki, bayaq dediniz, 30 ilə yaxın gözləmişsiniz, gözlədik. Nəhayət Kəlbəcər həsrəti, Qarabağ həsrəti bitdi. Bundan sonra yəqin ki, bir arzularınız var, təsərrüfatla bağlı, arıçılıqla bağlı. Mən o arzularınızın Çin olmağını arzulayıram sizə. Sağ olun. Nə arzunuz varsa, xüsusən də öz bal məhsulunuz, öz təsərrüfat məhsullarınızla bağlı o arzularınız Çin olsun, reallaşsın. Dövlətimiz də yanınızdadır. Bütün qurumlar yanınızdadır. Kənd Təsərrüfatı Nazirliyi bütün arıçıların yanındadır. İşləriniz yağ-bal kimi geçsin. Heç bir probleminiz olmasın. Biz də gələk baxaq. Sizin Kəlbəcərdə, belə deyilər, ərsəyə gətirdiyiniz baldan dadaq, zövq alaq. Sağ olun. Hələ ki, deyək ki, yaşım tutur, arıçılıqla məşğulam. Sabir dayı dediniz mənə, xoş gəldi. Elə
Mənim oğlum Ruslan da bu sahəni seçib, düzdür, beynəlxalq münasibətləri qutarıb, amma deyək ki, mənim Biz adaşıq Ruslanla. Bəli, həm də cənab prezidentin bizə verdiyi stimul onu da bu sahəyə qaytardı. Yəni artıq o da bu sahəni seçib və onun Kəlbəcərdə elə mağazanın yaradılması onun təşəbbüsü idi, onun əməyi idi. İndi Bakıda da mağazanı yaradı və o mənə söz verib ki, Kəlbəcər balın mütləq dünya bazarına çıxaracaq. Mütləq. Biz ancaq və ancaq buna sevinəcəyik. Bütün uğurlara sevinəcəyik. Mən həmişə deyirəm, fermerin rifahı aqrar sahənin inkişafıdır. Siz xoşbəxt olmalısınız ki, siz yaradıb, necə deyərlər, ərsəyə gətirməlisiniz ki, biz də bu, belə deyək də, prosesə baxaq, bu günlərə, xoş günlərə baxaq, sevinək. Minnətdaram. Çox sağ olun ki, gəldiniz. Bal yarmarkasında iştirakınız davam edir noyabr ayının 9-una qədər. Bəli. Kim istəsə bal sahibinin balından gedib dada bilər, ala bilər və digər təbii ki, bölgələrimizdən olan ballardan istənilən bal almaqda sərbəstsiniz, qiymətlər fərqlidir. Qiymətlərlə bağlı danışmadıq, bilirəm ki, aşağı-yuxarı razılaşa bilirsiniz, düzdürmü? Bəli, razılaşa. Minnətdaram sizə, çox sağ olun ki, gəldiniz. Təşəkkür edirəm. Sizin bu da bizə bir böyük dəstəyinizdir, həm də dövlətimizin dəstəyidir. Uğurlar sizə. Əziz fermerlər, əziz zəhmətkeşlər və dəyərli tamaşaçılar, bir daha sonunda qeyd edeyim ki, Gənclik metro stansiyasının çıxışında çox gözəl bir, belə deyək də, çadırlar var. Orada istədiyiniz balı noyabr ayının 9-una qədər gedib ala bilərsiniz. Axşam saat 7-yə qədər işləyir yarmarka. Bayram günlərdə gəlir qarşıdan. Zəfər bayramımızın 5-ci il dönümüdür. Və ümumiyyətlə orada yaradılan şəraitlə bağlı, ümumiyyətlə bu informasiyalarla bağlı sosial şəbəkə hesablarına Kənd Təsərrüfatı Nazirliyi, Aqrar Tədarük və Təchizat Açıq Səhmdar Cəmiyyətinin sosial şəbəkə hesabları, sosial media, ənənəvi media, hər yerdə bal yarmarkasından bağlı məlumat var. Gedə bilərsiniz, oxuya bilərsiniz, araşdıra bilərsiniz və təbii ki, ala bilərsiniz, istehlak eləyə bilərsiniz. Gələn həftə fermerin real dostunda görüşəcəyik. Hələlik.